Gəlin birlikdə çay içək, amma bir fərqlə. Bu dəfə çay bizə fizikadan danışacaq. Baxaq görək bu adi görünən suyun içində nələr baş verir. Çaydanın altı isindikcə istilik enerjisi qabın dibinə, oradan da su molekullarına keçir. İsinən molekullar yuxarıya qalxır, soyuqlar aşağı düşür. Bu yer dəyişmə temperatur bərabərləşənə qədər davam edir. Hərəkət edən molekulların enerjisi artır, buna kinetik enerji deyirik. Temperatur artdıqca molekullar daha da sürətlənir. Sanki milyonlarla su molekulu bir-birinə qaç, istilik gəlir deyir. Suyun içərisində azadlıq mübarizəsi başlayır. Ən birinci qaça bilən molekullar səthdəkilər olur. Suyun temperaturu 100 dərəcəyə çatanda aşağıdakı molekullar da suyu tərk edə biləcək enerjiyə sahib olurlar və qabarcıqlar meydana çıxır. Səthə doğru qalxıb partlayır. Buna qaynama deyirik. Molekulların şıdırğı rəqsi də deyə bilərik. Əgər dağda yaşayırsansa, bu hadisə 100 dərəcədə yox, daha aşağı temperaturda baş verəcək. Çünki atmosfer təzyiqi aşağıdır. Bəli, atmosfer təzyiqi qaynama temperaturuna təsir göstərir. Bəzən sadə bir çay bizə bütöv bir fizikadan danışa bilir, əgər qulaq asmağı bacarsaq. Deməli, çay dəmləyəndə sadəcə suyu qaynatmırsan, enerji ötürürsən, molekulların vəziyyətini dəyişirsən və hər gün fərqinə varmadan termodinamikanı yaşayaraq tətbiq edirsən. Bir stəkan çay və içində minlərlə fiziki qanun.